Bir il olar ki dəri çanta almışam, amma tikişlər sökülür. Niyə belə olur ki? Sualın cavabını bütün dəri məmulatlarına, kəmər, çanta, portmone və sair hamısına şamil edə bilərik. Tikiliş maşınla yaxud əl ilə icra edilir, hansı ki, əl tikişi maşına nəzərən daha uzun ömürlüdür. Firmalar da məhsulun qiymətini münasib etmək üçün tikilişi maşınla edir. İstifadə edilən ipin keyfiyyəti zəif olduqda isə istifadə müddəti daha da azalır. Alıcılar əsasən dəri sözünə aldanırlar. Əl işi tikilişin məhsulun istismar ömrünə nə qədər təsir etdiyinin təəssüf ki, fərqində deyillər. Əgər eyni məhsuldan bir neçə dəfə alacaq qədər varlı deyilsinizsə, almaq istədiyiniz məhsulun dəridən hazırlanmasından əlavə əl üsulu ilə tikilməsindən əmin olun. Əks təqdirdə siz də dəri məhsullarınızda sökülmə halları ilə qarşılaşacaqsınız, yəni pul itirəcəksiniz. 6 illik təcrübəyə malik ustayam və sifarişlə dayanıqlı sənə özəl dəri çantalar hazırlayıram. Daha çox kəsə çata bilməyimiz üçün videonu bəyənib rəy yaza bilərsiniz. Bu və bunun kimi dəri haqqında hər şey üçün səhifəni izləməyi alın.